Məncə bu tortu sevməyən yoxdur. Bal kimi ballı tort resepti. 6 ədəd yumurtanın üzərinə 450 qram şəkər tozu əlavə edib mikserlə ağarana qədər qarışdırıram. 200 qram çərək yağı, 3 xörək qaşığı bal, 2 çay qaşığı çayını soda da əlavə edib vamxodda karamel rəngi alana qədər bişirirəm. Bişdikdən sonra üzərinə unu da əlavə edirəm, yumşaq bir xəmir yoğururam. Xəmiri soyuducunun aşağı hissəsində yarım saat saxladıqdan sonra istədiyim ölçüdə kündələrə bölürəm. 250 dərəcədə isidilmiş sobada bişirirəm. Yeri gəlmişkən tortu xəstəxana çıxışı üçün hazırladım. Nəticəni sonda bölüşmüşəm. Sona qədər baxıb öz fikirlərinizi yazarsınız. Zavarına krem üçün stəkan yarım şəkər tozunun üzərinə yarım stəkan un əlavə edib qarışdırıram. 1 ədəd vanil, 2 stəkan yarım süd, 2 ədəd yumurta əlavə edib bişirirəm. Belə bir qatılıqda krem alınır. Kremi qaba əlavə edib üzərini streslə bağlayıb soymasını gözləyirəm. 500 qram çərək yağını mikserlə ağarana qədər qarışdırıb həmin kremlə də üzərinə əlavə edirəm və bu da möhtəşəm krem alınır. Tortu başlayıram yığmağa. Diametri 18 cm-dir və bu da nəticə. Bura qədər baxdınızsa videonu bəyənib səhifəmi izləməyi unutmayın.